Bu paylaşımda kutab pişirəcəyik. Keçən dəfə xəmirlə pişirmişdim, bu dəfə lavaşla. Yadından çıxmış dərinlə qarışdıracaqdım. Sonra daş ateşində tutacaqlar ki, əlcəksiz işləyirsən. Keçən dəfə də qolumun tüklərinə ilişmişdilər. Görün bu dəfə nəyə ilişəcəklər. Hətta əl və qollarımı ekstra şəkildə bağlayıram. Başla bilmirəm ki, yeməyi özüm üçün pişirirəm. Yəni yemək mənim qarnıma gedir. Siz sadəcə baxın və istəsəniz evinizdə əlcəklə işləyərsiniz. Əl qoluma bağlayıb üzərindən köynək də geyindim. İndi isə icazənizlə ətimizi qarışdıraq. Bu arada bu okey işarəsidir. Qaqalar səhv başa düşməsin. Onu da qeyd edim ki, insanların zövqləri müxtəlifdir. Bəzi insanlar göyərti vurur, amma mən sevmirəm. Sonra yumru lavaşa ətimizi yaxırıq. Kənar hissələrinə isə su vururuq ki, qutabı bağlaya bilək. Xəmir ilə vaxt öldürmək istəmirsinizsə, lavaşla rahat şəkildə qutab pişirə bilərsiniz. Dadı da gözəl olur. Dəyərli izləyicilər, təkrar qeyd edirəm, mən aşpaz deyiləm. Sadəcə YouTube-a baxıb yemək pişirirəm. Yəni qüsurlarımın olmağı normaldır. Tavaya zeytun yağı və biraz kar yağı endəririk və qutabımızı atıb pişiririk. Sac yoxdur deyə tavada pişirmişəm. Və yeməyimiz hazırdır. Göz haqqınızı halal edin və daima da pozitiv qalın. Hər birinizdən bir takip gözləyirəm.